Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda Azərbaycan mətbəxinin, Azərbaycan süfrələrinin əvəz olunmayan manqal salatını hazırladım. Ləzzətli, dadlı, bazarlığı az olan, hazırlama prosesi rahat olan bir salat. Manqal salatı hər bir yeməyin yanında çox iştahla nuş edilir. Ona görə ki, sözün əsl mənasında ləzzətli, faydalı bir salatdır. Tərəvəzlərin hamısını bax bu cürünə sobanın listinə yığıram. 230 dərəcədə 45-50 dəqiqə bişirirəm. Yəni badımcan tam yumuşaq olana qədər. Baxın görün yoxluyuram. Hələlik bərkliyi var və artıq baxın görün 45 dəqiqə keçib və tərəvəzlər hazırdır. Tərəvəzləri gözləyirəm biraz soysun və başlayıram təmizləməyə. Mən manqal salatını hazırlayanda xüsusi olaraq nəyə fikir verirəm? Badımcan ətli olsun və balqar bibərlər də ətli olsun. Bütün tərəvəzləri iri ölçüdə seçirəm. Niçin ki, sobada bişəndən sonra, yığılandan sonra loru dilində desək, əlimizdə nəsə qalsın. Fikir verin, badımcan ətli idi, iri idi. 45 dəqiqə sobada bişəndən sonra badımcan tam itkiyə getmir. Mən belə deyə bilərəm, kim ki yayda mayonezli salat yeyə bilmirsə, ən gözəl çözüm manqal salatıdır. Badımcanları təmizləyib qutarandan sonra bax bu cürünə iri bıçaqla badımcanı xırdalayıram. Sual olar ki, ət çəkən maşından keçirdi, məsləhət deyil. Əslinə qalanda bu manqal salatın tərəvəzləri manqalda bişməlidir. Mən isə bugünkü videoda sizə sobada hazırlanan üsulunu göstərirəm və ümid edirəm ki, video baxandan sonra çox bəyənəcəksiniz, hazırlayıb ailə üzvlərinizə nuş etdirəcəksiniz. Hətta evinizə gələn qonaq üçün yay mövsümündə bu salatı hazırlasaz, inandırım sizə ki, istənilən mayonezli salatdan bu daha çox dadlı olacaq. Sıra gəldi balqar bibərlərə. Mütləq balqar bibəri seçəndə manqal salat üçün mütləq ətli olsun. Fikir verin, necə rahat soyulur. Bir də bibərləri soyan zaman bibərlərin tərkibində xudmani şirəsi var. O şirə manqal salatını daha da ləzzətli eləyir. Reseptdə acı bibər var. 1-2 ədəd. Mən tərəvəzlərlə birlikdə acı bibəri sobada bişirdim. Siz o bibəri çiğ halda da doğraya bilərsiniz. O sizin istəyinizə bağlıdır. Ona görə də qış mövsümündə biz manqal salatı hazırlamırıq. Ona görə ki, qışda balqar bibərlər bu cürünə ətli olmur. Tərəvəzləri biraz soyutmuşam və təmizləyirəm. Ona görə ki, isti halda tərəvəzləri təmizləsəz və bayaq vurğuladığım kimi bibərin tərkibində şirəsi var, siz barmaqlarınızı yandıra bilərsiniz. Yəni, heç bir problemi yoxdur. Tərəvəzlər biraz soysa belə çox rahat təmizlənir. Arada sual gəlir ki, olarmı manqal salatını qışa hazırlamaq? Olur, niyə olmur ki? Sadəcə olaraq mənə elə gəlir ki, o çox əzilmiş halda alınır. Amma yəni ki, buna da imkan var və növbə gəldi acı bibərə, mən tumlarını çıxardırım, bax, xudmani yumuşaq yerində. Amma inanız ki, həmin bax bu yumuşaq məti bəs eləyir ki, manqal salata acılıq versin. Və bibərləri eyni badımcan kimi, eyni qaydayla mən xırdalayıram. Çox rahatdır, çətinliyi yoxdur. Özü də bu cürünə bir kötüyün üstündə iti bıçaqla 1-2 dəfə
zaten tərəvəz bişibdir. Baxın görün, çox gözəl və niyə manqal salatında mən 2 rəngdə biber istifadə eləyirəm, onda salat daha rəngarəng olur. Sıra gəldi pomidora. Eyni proses gedir, qabığını soyuram və mütləq mən o pomidorun, bax görürsünüz ki, ortasında yaşıl hissəsi var, onu mütləq təmizləmək lazımdır. Əks halda o həqiqətən də problem yaradır. Yəni zəhərlənmə də ola bilər. Biz bilmirik ki, bunu harda yetişibdir, buna nə qədər gübrə verilibdir və ona görə də ümumiyyətlə pomidordan istifadə eləyəndə pomidorun o hissəsini təmiz yığışdırın. Hətta siz pomidorla işləyəndə fikir verin, həmin o hissə o qədər bərkdir ki, hətta bıçaq ona, baxın görün, bıçaq da onu xırdalaya bilmir. Və davam eləyirəm, xırdalanmış pomidorları əlavə eləyirəm biberlərin üstünə. Məsləhətdir ki, manqal salatı bir gün irəlidən hazırlansın. Qırmızı soğanı da xırda-xırda doğrayıram. Qırmızı soğan manqal salatına çox bir möhtəşəm dad verir. Manqal salatı hazırlayanda sarımsaq da əlavə edirəm. Amma əgər sizin sarımsaqdan xoşunuz gəlmirsə, etməyə də bilərsiniz. Amma sarımsaqla daha dadlı alınır manqal salatı. Xırda doğranmış soğanı və sarımsağı əlavə edirəm tərəvəzlərin üstünə. Sıra gəldi göyərtiyə. Bir balaca dəstə reyhan, ancaq yarpaqlarını ərtləmişəm. Bir balaca dəstə keşniş yuyulur, qurudulur və xırda doğrayıram. Niyə keşniş? Ümumiyyətlə badımcan keşnişlə sarımsağı çox sevir. Onlar üçü bir-birinə toqqaşanda çox unikal, möhtəşəm dadı olur. Və doğranmış göyü əlavə eləyirəm salatımızın üstünə. Əlavə eləyirəm duz, əlavə eləyirəm istiot. Duzun miqdarı, istiotun miqdarı sizin zövqünüzdən asılıdır. Mütləq mən burada qarğıdalı yağı istifadə edirəm və bunların hamısını əlavə edəndən sonra yaxşıca manqal salatını qarışdırıram. Mənim əzizlərim, siz bir dənə bu rənglərə baxın. Hələ ətrini sizə mən buradan çatdıra bilmərəm, amma möhtəşəm və möhtəşəm rəngi var hazırladığım manqal salatın. Nə qədər tərifləsəm, o qədər də azdır. Amma bu mənim ən sevdiyim yay mövsümündə manqal salatıdır. Yığıram bax belə bir böyük qaba, üstün örtəcəm və qoyuram soyuducuya. Tam bütün dadlar biri-birinə qarışsın. Bəh, 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 bəh. Manqal salatı deyil, kukladır, kukla, həyatdır. Çox gözəldir və eyni zamanda çox dadlıdır. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.